25 fevral 2026-cı il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Xocalı soyqırımı, tarixi yaddaş və beynəlxalq hüquqi qiymət mövzusunda dərin masa keçirilib. Tədbir Xocalı soyqırımı qurbanlarının və vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Giriş nitqi ilə çıxış edən İnstitutun Elmi İşlər üzrə direktor müavini, tarix elmləri doktoru İlqar Niftəliyev 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı birləşmələrinin Xocalıda törətdiyi qətliamın Azərbaycan xalqına qarşı yönəlmiş ən ağır soyqırımı cinayətlərindən biri olduğunu vurğulayıb. O qeyd edib ki, dinc əhaliyə qarşı amansızlıqla həyata keçirilən bu faciə yalnız Azərbaycanın deyil, bütövlükdə insanlığın yaddaşına yazılmış ağır bir cinayətdir. Bildirilib ki, Xocalı hadisələrinin elmi əsaslarla araşdırılması, tarixi faktların sistemləşdirilməsi və beynəlxalq hüquq müstəvisində obyektiv qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Tədbirdə Azərbaycan Respublikası Tarixi Şöbəsinin müdürü, tarix üzrə fəlsəfə doktoru Günel Musayeva bəşəriyyətə və sivilizasiyaya qarşı ağır cinayət, Xocalı soyqırımı mövzusunda çıxış edərək faciənin tarixi siyasi mahiyyətini, baş vermə səbəblərini və ağır humanitar nəticələrini təhlil edib. Qeyd olunub ki, Xocalı hadisələri Ermənistanın Azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi idi. Bu baxımdan soyqırımı faktının beynəlxalq hüquq normaları çərçivəsində qiymətləndirilməsi və dünya ictimaiyyətinə çatdırılması mühüm vəzifə olaraq qalır. Eyni zamanda Xocalı həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması istiqamətində Azərbaycan dövlətinin və ictimai qurumlarının fəaliyyəti diqqətə çatdırılıb. Daha sonra Azərbaycan Respublikası Tarixi Şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Dosent Nigar Axundova Xocalı faciəsinin tarixi yaddaşda yeri adlı məruzəsində Xocalının işğaldan əvvəlki sosial-iqtisadi və mədəni həyatına nəzər salıb. Bildirilib ki, Qarabağ bölgəsində yerləşən Xocalı rayonu keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində olmuş inkişaf edən yaşayış məntəqələrindən biri idi. Rayonda onlarla təhsil, səhiyyə və mədəniyyət müəssisəsi, sənaye və kənd təsərrüfatı obyektləri fəaliyyət göstərirdi. Bir şəhər, bir qəsəbə və 8 kəndi əhatə edən rayonda minlərlə yaşayış evi və onlarla sosial infrastruktur obyekti mövcud idi. İşğal nəticəsində bu yaşayış məntəqələri və obyektlər tamamilə dağıdılıb, regionun sosial-mədəni infrastrukturu məhv edilib. Hadisə yerinə səfər edən jurnalist Çingiz Mustafayevin müşahidələri faciənin miqyasını aydın şəkildə göstərirdi. Onun sözlərinə görə qətlə yetirilənlər arasında az yaşlı uşaqlar, qadınlar və yaşlı insanlar vardı. Cəsədlərin vəziyyəti insanların yaxın məsafədən və amansızlıqla öldürüldüyünü göstərirdi. Bu faktlar Xocalıda baş verənlərin təsadüfi hərbi əməliyyat deyil, məqsədli və sistemli zorakılıq aktı olduğunu təsdiqləyir. Bundan başqa Azərbaycan Respublikasının Tarixi Şöbəsinin elmi işçisi Zeynəb Allahverdiyeva Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması məsələsi, reallıqlar və çağırışlar mövzusunda çıxış edərək qeyd edib ki, Xocalı soyqırımı təkcə bir xalqın deyil, bütün bəşəriyyətin faciəsidir. Vurğulanıb ki, Xocalı soyqırımı bir sıra dövlətlərin parlamentləri və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlərdə pislənmiş, bəzi hallarda soyqırımı kimi tanınmamışdır. Bu istiqamətdə Azərbaycanın diplomatik fəaliyyəti və diaspor təşkilatlarının rolu mühüm əhəmiyyət kəsb edir. Çıxışlarda xüsusi olaraq qeyd olunub ki, Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilmiş ağır cinayətdir və bu faciənin milli yaddaşda yaşadılması, gələcək nəsillərə çatdırılması mühüm tarixi məsuliyyətdir. Məruzəçilər bildiriblər ki, Xocalı hadisələrinin hüquqi siyasi qiymət alması və beynəlxalq miqyasda tanınması istiqamətində sistemli fəaliyyət davam etdirilməlidir. Sonda məruzələr ətrafında fikir mübadiləsi aparılıb. Xocalı soyqırımı Azərbaycan tarixinin 20-ci əsrdə yaşadığı ən dəhşətli faciələrdən biridir. Bu faciə yalnız milli yaddaşın deyil, insanlığın ümumi tarixinin bir parçasıdır. Həqiqətlərin unudulmaması və qurbanların xatirəsinin yaşadılması isə ədalətə aparan yolda ən mühüm mənəvi borcdur.